Dünənki məclisdə müminin qəlbi onun Allahın bu dünyada yaratmış olduğu iki evdən biri olması barəsində söhbət açdıq. Allah bu dünyada iki ev qərar verib. Birincisi Kəbə, hansı ki Allah insanları Kəbəyə doğru çevrilməyə əmr etmişdir ibadət halında. İkincisi müminin, ona iman gətirmiş bəndənin qəlbidir. Hansı ki o qəlblə Allahı tanıyır, ona təslim olmağın vacibliyini dərk edir. Və bundan kafirdən seçilir. Kafirin işi gücü ancaq elə işə gedib, pul qazanıb, xərcləyib, yeyib, içib gəzməkdir. O, yaradan qarşısında heç bir məsuliyyət daşımır. Özünü məsul bilmir. Hardan gəlib, nə üçün gəlib, niyə yaşayır, hara gedəcək? Onu bu suallar maraqlandırmır. Amma mümin, aqil insan dərk edir ki, mən yaranmışam, yaradılmağımın bir məqsədi var və məni yaradanın qabağında məsuliyyət daşıyıram. O bütün kainatı və məni xəlq etmişdir. Ola bilməz ki, mən boş yerə yaranmış olam və o mənim bütün işlərimi idarə edirsə, həyat qurubsa, məndən istədikləri, məndən tələb etdikləri vardır. Və bu nemətləri mənim qarşımda qoyubsa, mən buna görə şükr etməliyəm ona, təşəkkür etməliyəm. Bu mümin, onun qəlbinə Allah birincisi öz məhəbbətini salmışdır, ikincisi sevdiyi bəndələrinin, höccətlərinin məhəbbətini salmışdır. Müminin qəlbində İmam Hüseyn sevgisi vardır. Çünki dərk edir ki, Hüseyn mənim ibadət etməli olduğum Allahımın ən parlaq yaratmış olduğu bir bəndəsidir. O Hüseyn, Əhl-i Beyt əleyhissalam bütün varlığı ilə ona bağlıdır. Allah həm özünü mənə sevdirmişdir, həm sevdiklərini bizə sevdirmişdir. Biz onların şiəsiyik, onların ardıcılıyıq. Şiə yəni ardıcıl. Biz Peyğəmbərin, Həzrəti Əli əleyhissalamın, xanım Zəhranın, digər imamlarımızın birincisi aşiqləriyik, onları sevənlərik, ikincisi onların şiəsiyik, yəni ardıcılıyıq. Onlardılar bizim əlimizi tutub Allaha tərəf yönəldən. Onlardılar elmin və hidayətin çıraqları. Onlardılar nicat gəmisi. Məhz onlara baxmaqla insan Allahın bizdən nə istədiyini dərk edir. Onlara baxmaqla insan Allahın razılığını nə cür əldə etməli olduğunu anlayır. Onların əməlləri bizim üçün nümunədir. Biz onların şiəsiyik. Və xoş o insanın halına ki, məhz Allahın yaratmış olduğu ən pakların ardıcılı ola, şiəsi ola. İnsan bunlardan başqa kimin şiəsi ola bilər? Kim layiqdir ki, insan bunlardan savayı kiminsə şiəsi ola, kiminsə ardıcılı ola? Kimdir onlardan üstün? Kimdir onlardan Allaha daha yaxın? Bu axşam İmam Sadiq əleyhissalamdan və İmam Hadi əleyhissalamdan 10-cu imamımızdan iki mübarək kəlam siz əzizlərin huzuruna nəql edəcəm. Dünənki bəhsin davamı olaraq sən möminsən, sənin qəlbində bu nur vardır, iman nuru, məhəbbət nuru və sən şiəsən, ardıcılsan. İmam Sadiq əleyhissalam bir mübarək kəlamında belə buyurur. İnnəmə şi'atu Cəfər mən affə bətnuh və farcuh və amilə li xaliqih
və rəcəl səvabəh və xavfə iqabəh. Cəfərin, yəni İmam Cəfər Sadiqin şiəsi kimdir? Həzrət bir çərçivə cızır. Deyir, bilmək istəyirsən sən şiəsən, möminsən və şiəsən, ardıcılsan əhl-i beytə, düsturu var. Nədir o düstur? Həzrət özü deyir, Cəfərin şiəsi o şəxsdir ki, birincisi bətni əfifdir. Yəni qarnına halaldan başqa heç bir qida daxil etməz. Qarnının darvazası olan ağzından halaldan başqa heç nə girməz. Və fərcuh, həmçinin əcələkumullah, cinsi işlərdə də heç vaxt harama tərəf ayaq qoymaz. Halaldan qazanar, halaldan yiyər. Əgər çörəyi su ilə yemək məcburiyyətində qalsa belə, heç bir yavanlığı olmasa belə, gərək haram tikə ağzından içəri salmaya. Birincisi, halal yiyə, halal yedizdirə öz övladlarına. Öz haqqını tələb eləyə, haqqı nədirsə onu tələb eləyə, digər tərəfdən də kimsənin də haqqını yeməyə. Tarixdə çox nümunə var. Bizim böyüklərimiz çox çətin şəraitdə yaşasalar belə, onlara böyük təkliflər olmasına rəğmən haramı seçməyiblər, halal yiyiblər. Əbu Zər Qəffari Rizvanullah Teala aleyh, Peyğəmbərin sadiq səhabəsi, Əbu Zəri birinci şirnikləndirdilər. Ona böyük miqdarda pul verdilər, pul təklif etdilər ki, sən Əlidən əl çək. Dedi ki, birincisi siz mənə bunu təklif etməklə, yəni mənim xəyanət edə biləcəyimi zənn edirsiniz. Mən xain deyiləm. Mən Allah hüccətinə xain olmaram. İkincisi, ay bir insaflar. Siz əlini bu qədər ucuz tutdunuz ki, bir neçə torba qızıla əlini satın almağınızı fikirləşirsiniz. Əli çox qiymətlidir. Əli dünya neməti ilə müqayisə edilə bilməyəcək, bilinməyəcək bir dəyərdir, bir şəxsiyyətdir. Əlinin arxası ilə onların o murdar təklifini geri çevirdi. Və Əbu Zəri Rəbəzə çölünə sürgün etdilər. Ac bir şəraitdə onu saxladılar. Həmin çöldə ot ələf belə yox idi. Zərr adlı 20 yaşındakı oğlunu orada itirdi, acılıqdan itirdi. Əbu Zər, yəni Zərrin atası, oğlunun adı Zərr idi. 20 yaşı var idi. Qızı nəql edir ki, atam mənə dedi ki, qızım çıx çölə, bəlkəm otdan, ələfdən insanın yiyə biləcəyi nəsə bir şey tapasan, gətirəsən mən yiyəm. Mən deyir, çıxdım çölə, gəzdim, bir şey tapa bilmədim. Gəldim, dedim, atacan, heç nə tapa bilmədim. Dedi ki, qızım, mən bilirəm bunu, belə olacaqdır. Çünki Həbibim Resulullah sallallahu aleyhi və aleyh mənə xəbər vermişdir ki, Əbu Zər, səni Rəbəzə çölünə sürgün eləyəcəklər və sən orada acılıqdan dünyasını dəyişəcəksən. Ayaqlarını uzatmışdı, taqətdən düşmüşdü. Sanki ölümün qoxusu artıq
onu əhatə etmişdi. Birdən gözlərini açdı, belə dedi: "Və aleykəs-səlam, və minkəs-səlam, və ileykəs-səlam." Sənə salam olsun. Salam səndəndir. Salam sənə qayıdır. Qızı dedi ki, atacan, sən kimə salam verirsən? Dedi, qızım, gördüyüm ölüm mələyidir. Mənə deyir ki, Əbu Zər, Allah mənə tapşırıb ki, ölümdən öncə, sənin canını almaqdan öncə sənə salam çatdır. Yasin surəsində deyirsən, Səlamun qavlən min Rabbin rəhim. Rəhim olan Rəbbidən sənə salam olsun. Kimə salam göndərilir? Həmin bu cür möminlərə, Əbu Zər kimi möminlərə Allah salam göndərir. Ona görə deyir ki, ilahi səndən salamdır, sənə tərəf qayıdır salam. Və o formada şəhadətin deyib dünyasını dəyişir. Yəni, Cəfərin şiəsi, Əmirül Mömininin şiəsi o adamdır ki, tabaqda qarşısına qızıl qoyarlar, lakin haram olduğundan əlinin arxası ilə onu itələyər, qoymaz ağzından haram tikə geçsin. Heç vaxt harama ayaq qoymaz, öz şəhvani hisslərini öldürməkdən ötürü harama tərəf meyillənməz. Qiyamətin günündə ən şiddətli əzab o şəxsdir ki, halal qala-qala, halala imkan ola-ola, insan özünün şəhvani ehtiyaclarını haramdan ödəyə. Çox təəssüf, bu İmam Hüseyin minbərinə yaraşmır, amma mən məcburam təəssüf hissi ilə bunu qeyd edirəm. Günah bizim kişilərdədir. Günah bizim həqiqətən kişilərdədir. Kişi olsa, heç vaxt başqasının xanımına göz dikməz. Mən çox eşidirəm cəmiyyətdə. Cavanlar, kişilər başqalarının xanımlarına təkliflər irəli sürürlər və onları yoldan çıxardırlar. Xanım zəifül əqildir, Əmirül Möminin buyurur. O da tez aldana bilir. Belə kişilər buna kişi demək olmaz. Belə kişilər ailə dağıdan kişiyə kişi demək olmaz. Allah bizim cəmiyyətimizi bu cür böyük bəlalardan qorusun inşallah. Muhammed ibn İbrahim Nişapuri, Nişapurdan həccə yollanırdılar. Bir qafilənin rəhbəri idi. Cəmaat gəldi, varlı tacirlər öz xums pullarını Muhammed ibn İbrahim Nişapuriyə tapşırırlar ki, bunu çatdırarsan İmam Sadiq əleyhissalama və ya İmam Kazım əleyhissalama. Əlbəttə, niyyətləri İmam Sadiq idi, lakin bunlar həccə gedib Mədinəyə qaydana qədər İmam Sadiq əleyhissalam dünyasını dəyişdi və İmam Kazımla görüşəsi oldular. Yəni, Həzrətin zamanına düşdülər. Bu Muhammed ibn İbrahim Nişapuriyə 50.000 dirhəm gümüş pul verildi. 30.000 dinar qızıl pul verildi və neçə 100 metrə də parça verildi. O vaxt parça çox qiymətli idi. Ki bu xumsdur, bunu zamanənin imamına çatdırarsan. Şüteytə adında bir xanım yaxınlaşdı. O da cibindən cəmi 2 dirhəm, yəni 2 gümüş pul çıxartdı. Dedi, bunu da çatdırarsan mənim imamıma. Bu da deyərsən ki, Şüteytədəndir. Muhammed ibn İbrahim Nişapuri qafilə ilə yola düşdülər. Getdilər, həcci yerinə yetirdilər. Qaydan başı Mədinəyə çatanda İmam əleyhissalam onların qabağına adam göndərdi. Şəxs gəldi,
əlində bir neçə məktubu çıxartdı verdi Muhammed ibn İbrahimə. Dedi, Muhammed, bunu İmam Kazım əleyhissalam göndərdi. Səndə olan məktubların cavabıdır bu məktublar. İmamla mənim sənin fərqin buradadır. Muhammed dedi, vallahi heç mən hələ məktubları çıxartmamışam, heç özüm də bilmirəm nədir. Həzrət buyurdu, şəxs buyurdu ki, imam buyurur ki, səndə olan məktubların cavabları mənim yazdığım bu kağızda var. Bu bir. İkincisi, həmin səndə 50.000 dirhəm gümüş, 30.000 dinar qızıl pul və neçə yüz metrədə parça vardır. Gedərsən onların hamısını yiyələrinə qaytararsan. Amma səndə 2 dirhəm bir pul var. İmam dedi ki, onu mənə versin. Muhammedin yadından belə çıxıb ki, o 2 dirhəm nə puldur? Birdən yadına düşdü ki, mən gələndə bir qoca xanım da mənə 2 dirhəm pul uzatdı. Dedi ki, bunu da imama çatdırarsan. Tez çıxartdı, onu verdi imama. İmamın göndərdiyi nümayəndəyə. Həmin şəxs Muhammedə 20 dirhəm pul verdi. Dedi, imam tapşırıb ki, birinci mənim salamımı Şüteytəyə çatdırarsan. Şüteytə kimdir? Şüteytə cəhrə çevirən, parça tikən bir xanımdır. Qoca yaşlı bir xanımdır. Deyir, bunu çatdırarsan ona. İmamın salamını çatdırarsan ona. Digər tərəfdən imam 20 dirhəm pul verir. Deyib ki, Muhammed, sən Nişapura çatanda gedib Şüteytə ilə görüşərsən, ona deyərsən ki, sənin ömrünə 16 gün qalıb, bu 16 gündə 20 dirhəm pul sənə yetər, xərcimi ödəyərsən. İkincisi, sənə bir köynək göndərirəm. Hansı ki, həmin köynəyi Peyğəmbər qızları toxumuşlar. Həmin köynəyi özünə kəfən eləyərsən və Şüteytəyə tapşır ki, mən imam özüm onun cənazə namazına gələcəm. İmam o tacirlərin pullarını qaytardı. Niyə qaytardı? Çünki onun içində haram var idi. Harama görə Həzrət onları qaytardı. Amma Şüteytə qoca bir qarıdır. Həzrət onun pulunu qəbul etdi. Niyə? Çünki halaldan və zəhməti ilə qazanıb, haram qatmayıb ona. Eşqlə, məhəbbətlə göndərib. Şiə, yəni bu şiə varlısı, kasıbı söhbəti yoxdur. Dürüstü, nadürüstü söhbəti var. Xalisi, naxalisi söhbəti var. Muhammed İbni İbrahim Nişapuri qayıtdı, getdi Şüteytənin evinə, dedi, xoş sənin halıva Şüteytə, sən nə Şüteytə imişsən? İmam sənə salam göndərdi və dedi ki, sənin cənazəni özüm gələcəm. 16 gün keçdi, Şüteytə dünyasını dəyişdi. Allah ruhunu şad eləsin. Mən Nişapura gedəndə Məşəddən bir 150 kilometr aralıdır. Gedmişəm, onun qəbrini ziyarət eləmişəm Şüteytənin. Allah sizə nəsib eləsin inşallah. Getsəz, dəfə ziyarət edəsiniz. İmam əleyhissalam gəldi, özü onun cənazə namazının da iştirak elədi. Namazını qıldı və Həzrət gözdən etdi. Şi'atu Cəfər mən affə bətnuh və fərcuh. Cəfərin, imamın şiəsi o şəxsdir ki, qarnına, ağzına haram loxma keçirtməyə və varaca savabə. Üçüncü xüsusiyyəti budur ki, şiə Allahın mükafatına ümid bəsləyir. Şiə, Əhl-i Beyt şiəsi o qədər qiymətlidir və o qədər dəyərli varlıqdır ki, heç bir şey bu şiənin mükafatı ola bilməz.
heç bir kəs onun mükafatını bu dünyada verə bilməz. Səninki qəlbində Əhl-i Beyt əleyhissalamın, İmam Hüseyn əleyhissalamın məhəbbəti var. Sən gəlib oturmusan burada. Dünyada heç bir nemət sənin mükafatın ola bilməz. Varaca savabə. Şiə Allahın mükafatına ümid bəsləyir. Bəşir Həzrəmi Kərbəlada iştirak edən şəxslərdən biridir. Aşura günü İmam əleyhissalama xəbər çatdı ki, Bəşirin bir oğlu reydə, sərhəddə qaçaqçılar tərəfindən tutulub. Bəşir isə özü Kərbəlada, özü və oğlu Muhammedlə birlikdə iştirak edirdilər. İmam əleyhissalam Bəşiri çağırdı. Dedi, Bəşir, sənin oğluvu tutublar. Mən səndən beyətimi götürürəm. Sən rahatlıqla çıx get. Get öz oğlunu azad elə. Bəşir qayıtdı, nə dedi? Dedi, Yəbnə Rəsulillah, mən oğluma görə Fatimənin oğlunu meydanda tək buraxım. Heç olar mı? Yəbnə Rəsulillah, yırtıcılar məni diri-diri parçalasın. Əgər mən səni burada tək buraxıb gedəcəm. İmam əleyhissalam görəndə ki, Bəşir gedmir, onun üçün dua elədi. Yazırlar ki, Həzrətin 5 bahalı paltarı vardı. Dedi, bu paltarları götür, ver oğlun Muhammedə, heç olmasa Muhammed getsin, öz qardaşını xilas eləsin. O cür də oldu. Kərbəlada olan, iştirak edən insanlar, bu Bəşir, dünyada nə onun bu əməlinin mükafatı ola bilər, nə versən ona, onun bu əməlini dəyərləndirə bilərsən, heç bir şey. Mümkün deyil. Mümkün deyil. Kərbəla bilirsiniz niyə çox qiymətlidir? Çünki orada qalan insanların hamısı Hüseynin rənginə, Hüseynin qoxusuna, Hüseynin amalına bulaşdılar. Əslində Kərbəlada bir Hüseyn və 71 yar-o ənsari deyil, Kərbəlada 72 Hüseyn şəhid edilir. Təkcə Hüseyn və yar-o ənsari deyil. Onlar hamısı Hüseyni ruha bürünmüşdülər. Onlar həqiqətən Hüseynin şiələri idilər. Ya Hüseyn, 1000 dəfə ölsəm, dirilsəm, yandırılsam, yenə də sənlə qalmağı üstün tuturam. Ya Hüseyn, əgər dünya əbədi ola və mən də bu dünyada əbədi yaşasam, amma səninlə birgə olmağı əbədi dünyada, əbədi yaşarlıqdan üstün tuturam. Bax, bu şiədir. Bunun qiymətini bu dünyada nə ilə vermək mümkündür? Mümkün deyil. Demək, İmam şiəsi o şəxsdir ki, qarnını və üzvlərini haramdan saxlayır, Allahın mükafatına ümid bəsləyir, Allahın əzabından qorxur. Allahın əzabından qorxur. Bəhreyndə bir ailə yaşayırdı. Nasibi idi. Bunu mən danışmışam. Amma çox sevirəm bu qissəni nəql eləməyi. Nasibi idi, yəni Əhl-i Beyt düşməni idi. Övladları olmurdu. Nəzr elədilər ki, Allah bizə bir övlad nəsib eləsə, həmin övladı biz Əhl-i Beyt düşmənçiliyi ruhunda, Hüseyn düşmənçiliyi ruhunda böyüdəcəyik və Əhl-i Beyt dostlarına, şiələrinə də əziyyət eləyəcək. Allah hikmət sahibi olan Allahdır. Allah bu ailəyə bir oğlan övladı nəsib elədi.
Oğlan övladı böyüdü, boya buxuna çatdı. Təqribən 20 yaşlarında anası bir gün qəlbinin sirrini ona açdı. Dedi, oğul, səni Allah bizə bilirsən hansı nəzrin müqabilində verib? Dedi, hansı ana? Dedi, mən Allahla əhd eləmişəm ki, mənə bir oğul övladı versin, mən onu Hüseyn zəvvarına əziyyət edən qərar veriləcəm. Oğlan dedi ki, anacan, sən belə bir nəzr eləmisənsə, mən də hazıram. Buna silah aldılar. O vaxt dövlətdə yəqin bir idarəzad var imiş, polis zad filan. Bunu apardılar, təhvil verdilər. Həmin o idarəyə düzəltdilər, belə deyək. Bunun növbəsi gəldi, çatdı. Kərbəla yolunda gedən zəvvarların, belə deyək də, yolunun üstünə bunu təyin edilər. Orada bir posta. Posta təyin etdilər. Bu da gözləyir ki, bu yoldan İmam Hüseyn zəvvarları gəlib keçəcək və mən də durub onlara əziyyət edəcəm. Nəzrə bax. Belə də olur. Nəysə gecənin bir aləmində bunu yuxu tutur. Yuxu tutur, amma oradan karvan gəlir, keçir, toz torpaqlı yol, bu isə yatıb, yuxudadır. Birdən yuxu aləmində bir şey görür. Nə görür? Görür ki, ilahi, ərasat-ı məhşər bərpadır. Və məni cəhənnəmin mələkləri sürükləyirlər cəhənnəmə tərəf. Mən deyir, çığırıram, bağırıram. Axı mən yeniyetmə bir oğlanam. Mən nə iş görmüşəm ki, siz məni cəhənnəmə aparırsınız. Ona deyirlər ki, sən Hüseynin düşmənisən. Sən Əhl-i Beytin düşmənisən. Nə, Əhl-i Beyt sizə nə pislik eləyib ki, onunla düşmənçilik eləyəsiniz? Nurdan nə pislik gələr, siz onlarla düşmən olasınız? Sən onların düşmənisən. Və bunu vura-vura sürükləyirlər cəhənnəmə tərəf. Birdən ərşin bətnindən, dərinliklərindən bir səs gəlir. Dayanın. Mələklər dayanırlar. Buraxın onu. Yəbnə Rasulillah, niyə? Görmürsünüz ki, onun bədəninin üzərində mənim zəvvarımın ayaqqabılarından qalxan toz torpaq vardır. Görmürsünüz bunu. Buraxırlar. Şəxs anlayır ki, məni cəhənnəm odundan xilas edən İmam Hüseyn əleyhisselamdır. Yuxudan ayılır, ağlaya-ağlaya silahını çıxardır, atır qırağa, düz oradan payı-piyada üst tutur Kərbəlaya. Gəlir İmam Hüseyn ağanın hərəminə ziyarət eləyir, üzr istəyir həzrətdən və qalır Kərbəlada, dərs oxuyur, böyük şair olur. Sonra Əhl-i Beytin mədhində çox gözəl şeirlər yazır. Mərhum Əllamə-i Əmini onun şeirlərindən özünün məşhur əsərində çəkmişdir. Bir şeir yazır həmin vaxt. İza şi'tən nəcat fəzur Hüseyna. Nicat istəsən, Hüseyni ziyarət et. Likey təlqəl ilah qərirə eynin. Ta ki, axirətin günündə üzü ağ məhşərə gələsən. Fəinnən nar leysə təməssü cismən əleyhi qubaru zuvvaril Hüseyn. Od da yaxın düşməz o cəsədə ki, o bədənə ki, həmin bədənin üzərində Hüseynin zəvvarının ayaqqabısının tozu vardır. Və xavfə iqabə, Allahın iqabından qorxdu. Allah onu hidayət elədi həmin o bir yuxu ilə və xoş halına böyük bir şair oldu. Rəca səvabə və xavfə iqabə.
Bu İmam Sadiq əleyhisselamın Şiə barəsində dediyi sözlər. Gəlirəm İmam Hadi əleyhisselamın ziyarət-i camiədə söylədiyi Şiə barəsində söylədiyi kəlmələrə. Həzrətin bir ifadəsi var. Deyir, ərvahukum fil ərvah, əcsadukum fil əcsad. Əhl-i beytin ruhu onların şiələrinin ruhunda təcəlla edir. Yəni səndə, inşallah məndə kimin ruhu vardır? Biz elə belə Əli əleyhissalamın aşiqi olmuruq. Bizə Əli əleyhissalamı da təqdim eləyiblər, o biriləri də təqdim eləyiblər. Biz bunlardan da xəbərdarıq, bu birislərdən də xəbərdarıq. Müqayisə eləmişik, baxmışıq ki, bu hara, o hara. Təkcə mən müqayisə eləməmişəm. Hətta o vaxt Əmr As da müqayisə eləyib. Əmr As baxmayaraq ki, Muaviyyənin baş vəziri olub, Muaviyyəyə deyib ki, Muaviyyə, sən özünü nə sayırsan? Sən bilirsən, Əli göydəki Sürəyya ulduzudur, sən heç torpaq belə deyilsən, çınqıl belə deyilsən. Biz səni yuxarı qaldırmışıq. Sən hara, Əli hara? Ərvahukum fil ərvah. Sizin ruhlarınız şiələrinizin ruhundadır. Əcsadukum fil əcsad. Sizin cəsədləriniz, bədənləriniz şiələrinizin bədənindədir. Bir mübarək hədisdə nə deyir? Deyir, bizim şiələrimiz, məcazi mənada təbii ki, deyir, bəlkəm də, amma bəlkəm də elə həqiqəti belədir. Mən onu dərk etməkdən acizəm. Deyir, bizim şiələrimiz bizim torpağımızın artığından yaranıblar. Onlar bizdəndirlər və biz də onlardanıq. Əcsadukum fil əcsad. Yəni, Əhl-i Beyt şiəsinin qiyməti və dəyəri bu qədər yüksəkdir. Nə boyda böyük bir məsuliyyət var bizim boynumuzda. Biz kimlərin şiəsiyik? İmam Sadiq əleyhissalam nəql edir. Deyir ki, bir gün atam İmam Muhammed Baqir əleyhissalamla birlikdə Peyğəmbər məscidinə daxil olduq. Gördük ki, Peyğəmbərin qəbri ilə minbəri arasında insanlar dayanıblar, ziyarət edirlər, dua oxuyurlar, ibadət edirlər. Kimlərdir onlar? Həzrət soruşdu ki, oğlum kimlərdir onlar? Deyir, cavab verdim ki, atacan, onlar sənin şiələrin və sənin sevənlərindilər. Həzrət buyurdu ki, hardadılar onlar? Fəqultu ərahum ma beynəl qəbri vəl minbər. Dedim ki, atacan, qəbrlə minbərin arasında dayananlar onlardılar, sənin şiələrin. Dedi ki, məni apar onların yanına. Getdi onların yanına, onlara salam dedi, salam verdi, sonra belə dedi. Vallah, inni lə uhibbu rihakum və ərvahakum. Ey mənim şiələrim, mən sizin iyinizi belə sevirəm. İmam deyir, mən sizin iyinizi, qoxunuzu sevirəm. Mən sizin ruhunuzu sevirəm. Yəni şiənin bir nəyi var? Bir qoxusu var. Özünə məxsus bir qoxusu var. Yəni onun əməlindən, onun ruhundan kimin qoxusu gəlməlidir? Əli əleyhissalamın, İmam Həsənin, İmam Hüseynin qoxusu gəlməlidir. İnni uhibbu rihakum və arvahakum. Mən sizin qoxunuzu sevirəm, sizin ruhlarınızı sevirəm. Siz də təqva ilə mənə kömək durun. Nə boyda böyük bir mənzilət, nə boyda böyük bir məqam sahibidir şiə, Əhl-i Beyt ardıcılığı. Allah bizi bu məqamdan salmasın inşallah. Allah bizi həqiqi şiələrindən və sevənlərindən qərar versin inşallah.
Əhl-i Beyt əleyhimussalamı əsirləri bu dedim, şiənin iyi, qoxusu bir şey yadıma düşdü. Əhl-i Beyt karvanını, əsirləri Şamdan qaytarırlar Mədinəyə tərəf. Səhər vaxtı idi. Birdən kəcavədən xanım Zeynəb salamullah aleyha başını çıxartdı, dedi, Bəşiri mənim yanıma çağırın. Bəşir qafilənin rəhbəri idi, hansı ki, məmur olmuşdu ki, əsirləri çatdırsın Mədinəyə. Artıq qayıdırlar Şamdan. Bəşir gəldi, xanım Zeynəb salamullah aleyhaya salam verdi. Xanım soruşdu ki, Bəşir, bura haradır? Cavab verdi ki, xanım, bura Mədinə ilə İraqın ayrılıq yoludur. Yəni bir yerə gəlib çıxmışıq. Bir tərəfi İraqa doğru gedir, bir tərəfi Mədinəyə doğru gedir. Niyə soruşdun xanım? Dedi, ona görə ki, bura çatanda burnuma qardaşım Hüseynin iyi gəldi. Qardaşım Hüseynin iyini duydum. Ona görə mənə qəribə gəldi ki, bura haradır? Bəşir, bizi Kərbəladan apar. Bizi Mədinəyə hələ aparma. Gəldi xanım, gəldi Kərbəlaya. İnşallah ərbəyində söhbətin eləyərəm ki, nə cür gəldilər. Amma gəldilər, nə cür gəldilər? Çox maraqlıdır. Görəsən, gəlmələri daha çətin oldu Əhl-i Beytin, ya Kərbəladan ayrılmaları? Kərbəladan ayrılmaları daha çətin idi, əzizlər. Tarix yazır ki, o zaman ki, əsirləri artıq aparmaq vaxtıdır. 71 cəsəd isti qumların üzərində səpələnib. Amma bir cəsəd ayrıdır. O cəsəd çuxur yerdədir. Ağam və Mevlam İmam Hüseyn əleyhissalamın mübarək cəsədi. Ömər ibn Sə'd məl'un əmr etdi ki, qız gəlinləri cəsədlərin yanından aparsınlar. Yəni, yarə vurublar, amma yarə vurmaqla da kifayətlənmirlər. İstəyirlər, yaranın üzərinə nə səpsinlər? Duz səpsinlər, istiyot səpsinlər. Allah lənət eləsin. Bax, dünən danışdım ha, dedim Allah onları bağışlamaz. Niyə bilirsiniz? Bax, bu işgəncə ruhuna görə bağışlamaz Allah onları. Dünyaya görə eləsəydilər bunu, Allah bağışlayardı. Amma işgəncəni Allah bağışlamaz. Neysə, gətirdilər. Xanım Zeynəb salamullah aleyha bacısı Ümmü Gülsümü çağırdı. İndi qız gəlini kəcavələrə mindirməyə ehtiyac var. Xanım Zeynəb Əbəlfəzl Əbbasın görməli olduğu işi görürdü. Əmr etdi ki, qırağa çəkilin. Hamı qırağa çəkildi qorxudan. Xanım dedi ki, özüm qızları, gəlinləri mindirəcəm kəcavələrə. Xanım Ümmü Gülsüm salamullah aleyha iki bacı köməkləşdilər. Qız gəlinlərin hamısını mindirdilər kəcavələrə. 84 xanım. 2 bacı qaldı. Zeynəb və Ümmü Gülsüm. Xanım Zeynəb Ümmü Gülsümə kömək etdi. Onu da qaldırdı kəcavəyə. Bəs Zeynəbin özünü kim qaldırsın kəcavəyə? Abbas yoxdur ki, daha Zeynəbə kömək eləsin, onu qaldırsın kəcavəyə.
Xanım görəndə ki, tək qaldı, heç kəs yox, köməksizdir. Tez qaçdı, özünü atdı Əbu Abdillah Hüseynin o mübarək cəsədinin üzərinə. Öz qardaşının o kəsik boğazından öpdü. Salam olsun sənə ey mənim qardaşım. Salam olsun sənə ey məzlum şəhid olan Hüseyn. Sallallahu aləykə ya Əbu Abdillah.